Ürək qusuru atadan yoxsa anadan keçir? Çox populyar, təəssüf ki, biraz komik, ancaq təəssüf ki, bizim zamanənin yaratdığı fəsadlardır. Və mən həm qız atasıyam, həm oğul atasıyam. Məlumat vermək istəyirəm, anadan gəlmə ürək qusuru, yəni sözün başında anadan olduğu üçün o demək deyil ki, səbəbkar tək anadır. Uşağın dünyaya gəlməsindən faktor kişi və qadın olduğu üçün kişilərin də bəzi xəstəliklərin vaxtın düzgün müalicə olunması, genetik fonun pozğun olması, stresslərin fəsadları təəssüf ki, ana bətnində inkişaf üründülünə ürək qusuru fəsad yaratma ehtimalı var. Ona görə də, yəni mən çox otaqda rastlaşmışam. Gəlirlər iki ailə, iki qudalar, gəlin cavan, bəy cavan, uşaqları cavan. Sənin üzündən, qızının üzündən mənim ürəyimdə uşaq, nəvəmdə ürək problemi çıxdı. Başlayırlar söz-söhbətlər. Üzü stolu qoyub qayıdanlara da qədər mən bu ölkədə təəssüf ki, gördüm. Yəni xoş olmayan ifadələr yaşayır. Ona görə də anadan gəlmə ürək qusuru səbəbi sadəcə ana deyil. Onu bilin və onun ətrafında nəzarətdə saxlayın. Bu tür videonun davamı gəlmək istəyir dəyərli izləyicilər. Xahiş edirəm səhifəmizə abunə olun. Şərh bölmənizə məntiqli suallarınızı verin. Çünki biz tək sizlər çoxsunuz. Hər suala cavab verə bilmirik. Məntiqli suallara olmasını xahiş edirəm olsun ki, bizlərimizdən gələn dəstək verək. Hörmətlə Nurimanov.